Baxın dostlar, videoda reklam virusunun hansı proqram olduğunu tapdım. Necə tapırsınız? Reklam virusu ekrana reklam göndərdiyi zaman. Dostlar, bu gün sizlərə telefonumuzda ekrana gələn bezdirici reklamları dayandırmağı göstərəcəm. Bəli dostlar, gördüyünüz kimi mənim də bu dəqiqə əlimdə Xiaomi Redmi Note 8 telefonu var. Bu telefona da dəqiqədə reklamlar gəlir. Sürətli şəkildə videoda sizinlə bunu aradan qaldıracağıq. İndi deməli hazırda reklamlar gəlmir, çünki interneti bağlayıb yenidən açdım. Video çəkdiyim yerdə gələcək. Gördüyünüz kimi telefonumuzda biz ayarlara giririk. Yox, hər saniyə reklamlar gəlirsə, siz də mənim kimi Wi-Fi bağlayın, yenidən açın, düzələcək. Baxın, mən də az öncə etdim ki, girəndə video çəkəndə məni narahat etməsin. Dayanmadan gəlirsə də birbaşa bağlayın, açmanıza ehtiyac yoxdur. Ayarlara girdikdən sonra biraz aşağı tərəfə sürüşdürürük buradan və gördüyünüz kimi tətbiqlər deyə bir yer var. Buraya girdikdən sonra tətbiqləri idarə et var aşağıda. Buraya girdikdən sonra bizə lazım olan əsas yer açılacaqdır. Və görəcəksiniz ki, burada baxın, sağ üst küncdə 3 nöqtə deyə bir şey var. Buna klikləyin, sizdə yazılacaq ki, bütün tətbiqləri göstər. Məndə indi sistem xidmətlərini gizlət yazılıb, çünki aktivdir onsuz. Onu aktiv edin, burada telefonunuza yüklü olan hər şey görünəcəkdir. Buradan yavaş-yavaş aşağıya sürüşdürün və sadə bir şeydir. Gözünüzə nə pis görünürsə burada, özünüzün telefonunuza yükləmədiyiniz nə varsa hamısını bir-bir tapıb silin. İndi mən də yavaş-yavaş axtarıram. Görün burada nələr var. Sizinlə bir yerdə, yəni hamısını sizinlə bir yerdə edəcəyəm. Canlı-canlı görəcəksiniz. Misal üçün baxın, burada aşağılara düşək, görək nələr var. Baxın, bu Bluetooth və yaxud da bunun kimi Android loqolu tətbiqlərdə çoxsu telefona aiddir. Misal üçün bu biraz şübhələndirdi məni. Girirəm, görürəm ki, sil düyməsi yoxdur. Bilirəm ki, telefona məxsusdur. Misal üçün baxın, burada Google Chrome-a girirəm. Altda yeniləməni sil, söndür falan yazılır. Bunun yanında sil də olmalıdır. Əgər o sil varsa, bilin ki, yüklənən tətbiqdir. Kənardan yüklənib, yəni elə tətbiqləri çalışın, silin gəlsin. Baxaq, buna baxaq. Cit qırı deyə bir şey var. Bu da telefona məxsusdur. Daha sonra biraz da aşağılara sürüşdürürəm. Biraz gözləyin istəyirsiniz. Proqramların loqoları açılsın ki, hansı proqramın nə olduğu bilinsin. Aşağılara sürüşdürün, bilinəcək nəyin nə olduğu. Baxın dostlar, bu Com Mediatek falan belə şeylər çoxsu telefona məxsus olur. Yenə də siz ətraflı baxın, istəyirsiniz lap hamısına baxa bilərsiniz bir-bir, amma nəzərdə saxlayın ki, baxın, gördüyünüz kimi dostlar, reklam virusu bu dəqiqə işə düşdü yenidən. İnterneti mən açıb bağlamışdım, amma yenidən başladı və reklam virusu başladı. Bu dəqiqə mənə imkan verməyəcək ki, mən nə videonu çəkim, nə də ki, bu proqramı necə tapıb silməyi sizə göstərim. Baxın, X-a vurdum, yenə ayarlara atacaq, biraz gözləyib yenidən reklam gələcək. Baxın, hazırda yenidən ikinci reklamımız gəldi burada. Bəli dostlar, telefonun kodunu aldım, səsini azaltdım ki, rahat bir şəkildə işimizi görə bilək. İndi mən burada Wi-Fi bağlayacağam ki, sizinlə rahat danışa bilim və videonu rahat şəkildə çəkə bilim. Yoxsa bu imkan verməyəcək. Hətta belə bir dəfə də yoxlayaq. Baxın, gördüyünüz kimi X işarəsinə vuran kimi eyni reklam yenidən qarşıladı məni. Baxın, bu dəqiqədə Baksel reklamı gedir burada. Yəni belə, baxın, reklam virusu budur. İndi Wi-Fi bağlayıb ətraflı şəkildə bunu göstərirəm mən sizə. Baxın dostlar, videoda reklam virusunun hansı proqram olduğunu öz gözümün qarşısında tapdım. Necə tapırsınız? Reklam virusu ekrana reklam göndərdiyi zaman özünüz görürsünüz, nə çıx işarəsinə basa bilirsiniz, yəni geri qayıda bilirsiniz, nə X-a basırsınız, nə bir şey. O başlayır donmağa və burada geri qayıtdığımız düymələr var. Baxın, bu proqramlar bizdə belə görünür. Burada baxın, reklam virusu ora gəldiyi anda tez-tez bu düyməyə basın və proqramlar bu vəziyyətə gəlsin. Orada ani bir vəziyyətdə reklam virusunun hansı proqramın yaratdığı görünəcək. İndi mən Wi-Fi bağlamışam deyə yenə bura gəlmir. Məndə Granny deyə bir proqram var. Granny də oyundur. Granny nənə bəlkə bilirsiniz. O proqram bu telefonda var deyə bir şey gördüm mən orada. O proqram bizə reklam virusu yaradır. Elə sürətli şəkildə onu tapım, silək görə işə yarayacaq yoxsa yox. Ümumiyyətlə elə bir proqram telefonda var ya yoxsa yoxdur, onu bilmirəm. Sizinlə birlikdə axtarıram və silməyə çalışıram. Görək var yoxsa yoxdur. Baxın, bu dəqiqə G hərfindəyəm. Yəni Google, Gmail falan var burada. Bura Granny var. Bəli, gördüyünüz kimi Granny var burada və 1.13 GB yer tutur. Bunu elə burada sizinlə birlikdə baxın, məlumatları təmizlə deyə bir şey yazılıb. Buna vururam, keşi təmizlə deyirəm. Birinci oldu dedim və keş təmizlənir bu dəqiqə. Daha sonra bir də vururam və bütün məlumatları silib oldu deyirəm. Daha sonra sil düyməsinə klik edirəm. Və mənim fikrimcə Wi-Fi açsam bu dəqiqə reklam virusu aradan qalxdı. Amma yenə inanmırsınızsa, baxın görün burada başqa hansı tətbiqlər var. Sizin yükləmədiyiniz, tanımadığınız, gözünüzə yad görünən nələr var. Məndə bu dəqiqə baxıram, bu telefonu yaşlı bir insan istifadə edir deyə elə bir şey yoxdur. Granny-də ola bilsin, reklamdan falan əli dəyib yüklənib, bu vəziyyət yaranıb. Ona görə də heç mən belə bilmədim ki, bu telefonda Granny var idi, yoxsa yox idi. Baxın, karaoke deyə bir şey var.
Gördüyünüz kimi bu belə telefonun özünə məxsusdur. Yəni ancaq o proqram yaradırdı. Yenə sizinlə birlikdə Wi-Fi açaq və işimizə davam edək. Görək gələcək yoxsa yox. Baxın bu Mi Kreditdir, Mi Paydır. Bunların hamısı Google-un və yaxud da Xiaomi-nin, Android-un özünə məxsus olur. Çalışın heç onlara çox toxunmayın, çünki Android-ə ziyan vura bilərsiniz. Amma tanımadığınız, gözünüzə qəribə görünən tətbiqləri mütləq silin. Məndə baxın NFC xidməti falan çıxır. Bunların hamısı Android-ə məxsusdur. Biraz da sürüşdürün. Yəni mən tam inanmıram qrənli olduğuna. Ona görə biraz sürüşdürürəm. Edirəm ki, həm də görək reklam çıxacaq yoxsa yox. Bunu öyrənmək üçün baxıram. Bəli, baxın burada space var, şəbəkə yayımları falan, telefon falan var. Yəni yenə də baxıram, yad bir şey görünmür gözümə. Hələ də düşürəm. Yəni tam əmin olmadığıma görə düşürəm. TikTok belə var burada. VPN, YouTube, YouTube-a falan çatdıqsa, deməli proqramların ən altına çatmışıq. Yəni başqa bir şey yoxdur burada. İndi sizinlə bir yerdə bunun təmizləyicisinə girəcəyik. Təmizləyici işə düşəcək və bizim orada güclü olan tətbiqlərimizi göstərəcək. Çünki bu ekranda görünmür. Baxın bu proqramların arasında mən burada qrənlini görmədim az öncə. Ona görə də belə oldu. Dostlar, gələcəksiniz telefonunuzda təhlükəsizlik proqramına daxil olacaqsınız. Burada indi mən tarama falan eləyir. Onu etmirəm. Çünki bu dəqiqə proqramdan ata bilər məni. Çünki video çəkirəm burada. Video çəkmə proqramından çıxa bilər. Görək kilidləmək olar. Bəli, kilidləmək olar. Bunu elə kilidlədim və sizinlə bir yerdə həm təmizləyicini işə salacağam mən burada, həm baxın burada 72% yazılıb. Bunları düzəldəcəyik. Həm də görək başqa telefonda hansı tətbiqlər var. Yad bir tətbiq varsa elə sizin yanınızda bunu mən siləcəm. Baxın bu skanlama edir, telefonu tam təmizləyir, viruslardan falan təmizləməyə çalışır və belə reklamlar gələ bilər. Baxın bu formada, bu tərzdə reklamlar təmizləyicidə, daha sonra Xiaomi-nin özünə məxsus dosya yöneticisində, yəni fayl idarəçisində, daha sonra digər Xiaomi-yə məxsus proqramlarda gəlir. Baxın burada da bu dəqiqə çıxdı. Bu reklamlar Xiaomi telefonlara aiddir, ancaq Xiaomi telefonda çıxır. Bu reklam virusu sayılmır. Bunlar sadəcə qəsdən yerləşdirilmiş reklamlardır. Sağ üstdə bir video yerləşdirirəm. Bu videodan sonra ona baxarsan, orada da Xiaomi telefonundakı reklamları dayandırmağı göstərmişəm. İndi gəlin bura görək burada bizim üçün yüklü tətbiqləri silmə deyə bir seçənək var, yoxsa yox. Gələn yaxşı təmizləyiciyə girək. Təmizləyicidə bu ətraflı şəkildə görünəcək. Mütəmadi olaraq da tövsiyə edirəm, bu təmizləyicidir, daha sonra təhlükəsizlikdir. Belə tətbiqlərə tez-tez girin ki, telefon sizin üçün tənzimləmə etsin. Baxın, yenə eyni reklamdan çıxdı. Bu Xiaomi telefonlara məxsus reklamlardır. Az öncəki virusla bunun əlaqəsi yox idi. Virus telefonumuzu dondurur və pis vəziyyətə salır, işlədə bilmirik. Baxın, tətbiqləri sil deyə bir şey var. Bura girək, görək bizim telefonumuzda nə var. Baxın, TikTok Lite-dır, WhatsApp-dır. Android nəsə, Mi sənət nəsə. TikTokla WhatsApp-dan başqa mən burada hamısını silirəm. Çünki bu yaşlı nəsil istifadə edir deyə bu telefonu, bu Android nə bilim nəsə və yaxud da Mi nə bilim nəsə ona aid olmayan şeylərdir. Həm də ki 50 MB da burada bizim üçün yer açacaq. Baxın, WhatsApp-la TikToku saxladım. Az öncə girsəydim, yəqin ki qrənlini burada da görə bilməzdim. Çünki virus tətbiqlər elədi ki, həm proqramın loqosunu gizlədir, yəni ağımtıl formada görünür, həm də buradan adını silir. Mən çünki az öncə bura girmişdim videodan əvvəl. Ona görə görməmişəm, onu nəzərimdən qaçıb. Yəni belə reklam virusunu burada sizinlə aradan qaldırdıq. İnşallah sizdə də bu formada həllini tapmısınız. Bunu istədim sizə canlı göstərim ki, digər videolarımda mən bunu şifahi şəkildə göstərmişdim. Ürəyimə yatmamışdı. Həm də bəzi istifadəçilərə qaranlıq qalmış ki, biz orada nəyi silək, necə silək tapa bilmirik heç nəyi. Ona görə baxın canlı göstərdim nəyi silmək lazımdır. İndi məndə qrənli yaradır bu problemi, amma başqa telefonlarda, misal üçün mənim digər telefonumda da olmuşdu. Burada LinkedIn deyə bir proqram var, yəni iş haqqında bir proqramdır, yəni iş sənədləri, CV-lər falan verəcəyiniz bir proqramdır. Elə proqramlarda da reklam virusları ola bilir, yəni çalışın. Bilmədiyiniz, istifadə etmədiyiniz nə varsa çalışın, silin, geçsin. Sadəcə Androidin proqramlarına diqqət edin ki, Androidin sənədlər olan proqramlı, faillər olan proqramlarını qətiyyən silməyin. Videomuz bu qədər oldu. İnşallah sizin üçün bu video faydalı olmuşdur. Aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bildiriş zəncini aktiv edə bilərsiniz. Sağda və solda sizin üçün izləyə biləcəyiniz maraqlı videolar çıxdı. Onlara da baxa bilərsiniz. Sağ olun, salamat qalın.